İqtisadiyyat deyəndə, biznes fəaliyyət deyəndə, biznes iqtisadiyyat neçə sahədən ibarətdir? Bunu nədən başa düşürsünüz? Xidmət sahəsi. Sonra? Ticarət. Sənaye və kənd təsərrüfatı. Yəni, iqtisadiyyatın 4 ana qollarıdır. Ki, bu istiqamətdə tutalım ki, siz hansısa bir orta müəssisə yarada bilərsiniz, əlinizdəki dəftəri istəsənizə bir poligrafiya müəssisəsi qura bilərsiniz. Bu, sənayedir, istehsaldır. Siz Sabunçu ərazisində bir hektar yarım yer götürüb, orada parnik qura bilərsiniz, meyvəçilik təsərrüfatı yarada bilərsiniz, bu kənd təsərrüfatıdır. Siz bir dönərxana işlətmək istəyirsinizsə, bu artıq xidmət sektorudur. Siz dönərxana deyil, onun bölümdə meyvə tələb edirsinizsə, bu artıq ticarətdir. Yəni, siz bilməlisiniz ki, o 5 prinsiplə iqtisadiyyatın bu 4 sahəsinin hansına giriş edirsiniz, hansı sahədən başlayırsınız. Və ondan sonra biz əvvəlki təlimlərimizdə bu barədə daha geniş danışırdıq ki, araşdırmalısınız bazarı. Bazarda əsasən diqqət nəyə yetirilməlidir? Bugün Suraxanı Gənclər Evinin, daha doğrusu Sabunçu Gənclər Evinin ətrafında bir dönərxana açmağa ehtiyac var, yoxdur. Yəni, bunun alısı var, yoxdur. Bu nədir? Bazarın araşdırılması. Yoxdur dediyimiz halda biz bunu burada açılırsa nə baş verir? İflas. Çox sağ olun. Yəni, tutalım ki, burada bir yox 5 dənə, sizin dediyiniz variantın üzərindən gedirik, İçəri şəhərdə çox sayda dönərxanalar var və biz o çox sayda olan dönərxanaların batı tam ödəmədiyi qənaətini və orada özümüzün yeni dönərxanamızı açmaq istəyirik. İndi biz neynəməliyik ki, bizdən 50 metr sağda, 30 metr solda olan təşkil qiyməti ucuz olmalıdır? Məncə reklam yaxşı olmalıdır. Məkanın özü yaxşı olmalıdır, interiori yaxşı olmalıdır. Reklam nəyə deyirik? Məsələn, belə bir söz deyim. Mən məsələn, takip edirəm. Məsələn, mən Azad metrosunun yanındayım. Görürəm, Azad metrosunun yanındayım. Amma dönərxana belə bağlıdır ki, yəni, mən məsələn onu bəyəndim. Düz geçib, görürəm, ya ətrafı temiz oldu, yan tərəfdə pandorda yaşatan alanlar, yəni, o tərəfdə başqa palballar. Mən ortada 100 metr istəmərəm ki, məsələn, alandan zaman sürərəm ki, üçün görürüm. Amma 100 metrdə bağlıdan, amma qəşəng dönərxana var ki, yolun qırağında, qəşəng restoran kimi sərin, yəni, iyadə sərin olur, məsələn. Eləməsən, yenə. Əslində yerdən daha çox bizdə reklamla və məhsulun keyfiyyəti daha yaxşı. Məsələn, elə yerdə 28 marketdə, 28 markasında yoxdur. Alasın mənim, nəsə deyirsin? Deməli, bu məsələdə, yəni marketing siyasəti son dərəcə müasir olan bir məsələdir ki, siz dəqiqləşdirirsiniz ki, sizin açmaq istədiyiniz dönərxana olan yerdə bu işə tələbat varmı, yoxmu? Varlığından sonra həmən ərazidə digər dönərxanalarla necə rəqabət aparıb öz məhsulunuzu alıcıya çatdıracaqsınız. Burada ilk növbədə sadaladıqlarınızın hamısını bir cümlə ilə ifadə edə bilərik. Müştəri məmnunluğunu necə təmin etməli? Bura yerin dizaynla tutmuş, kondisioner dediyiniz məsələyə qədər, hətta xidmət personalımızın, əgər siz belə deyək, yalnız dönəri küçəyə satırsınızsa, bu bir başqa yanaşmadır. Bir də var, sizin balaca da olsa bir otaqınız var, orada əyləşirlər sizin dediyin kimi ki, kondisioneri filan məsələsi baxımdan. Və bu, o mənada gətirir, ora bir dənə də xidmətçi personalı çıxardır ki, onun geyimindən tutmuş, onun rəftarına qədər. O artıq biznesin şaxələndirilməsi məsələsidir ki, biz o mövzuya da qaydası. Bütün bunları sadalamakta fikir, məqsəd nədən ibarətdir ki, biznes planının hazırlanması üçün, əslində dediklərimizin hamısı o biznes planının hazırlanmasının tərkib hissələridir.
ideyanın müəyyənləşdirilməsindən tutmuş, bazarın araşdırılmasına qədər, risklərin düzgün hesablanmasına qədər, büdcənin hesablanması, yenə deyirəm, niyə mən bu günləri sırf dönər obyekt üzərindən danışıram? Çünki şəhər üçün, kiçik biznes üçün daha cəlb edicidir. Amma bundan belə tamamilə fərqli bir biznesi qurmaq olur. Səbəb bilmirəm şeylə, siz idiniz keçən dəfə öz biznesinizi fərqli bir istiqamətdə təklif edirdiniz. O fikrinizi danışın zəhmət olmasa. Mən düşünürdüm. Hansı sahədə biznes qurması? Mən düşünürdüm ki, şirniyyət sahəsində, ətəs sahəsində birləşdirin. amma eyni məkanda yox, yan-yana aralarda məsafə olmalıdır, qoxular qarışmasın. Belə düşünürdüm. Yəni, yerlik, danışdığınız məsələ ki, bazar var, alıcısı var hər ikisinin. Sadəcə onların bir yerdə olmaması sizin təqdimatınızda bir yerlik kimidir ki, müştərinin məmnunluğu yaranır. Həm girir, yüngülvari qidalanır, həm də hədiyyəli mi, şəxsi istifadə üçünmü, ətiyyatdan istifadə edir. Və gəlib, yenə şəxsi ehtiyac üçün ətiyyat almağa görür, istər-istəməz işi düşürlər. Sanı çəkir, kopyası olsun, sayı olsun, yüngül şirniyyatı olsun, bunlardan istifadə edir. Bunlar, buyur, nəsə demək istəyir. Bizə də bir ki, ata-ilə biz qərarlaşmışıq ki, yəni bu icazın çünki yardım Bəli. Elə bir ki, bizim əməkdaşlıq etdiyimiz bir restoran şəbəkəsi var, Meribarət Güllarda yerləşir. Hal-hazırda. Orada da bir ki, belə bir razılaşmaya gəlmişik ki, yəni ki, yeraltı yerimizi orada bizə verəcək. Orada elə bir ki, biz özümüz soxrada bir biznes qurmalıyıq da. Biz belə fikirləşmişik ki, orada məncə marajına biznesi qurmaq ən yaxşı fikir olar. Çünki restoran ərazisində daha çox turistlər gəlir və həmin restoran ətrafında və digər yaxın ətraflarda İsmiliyənin marajı satan yer və xüsusi satan yer yoxdur. Belə qərara gəlmişik ki, yəni orada marajı satan yer açaq. Bunun üçün də ilk 3 plan yəni ki, bizdə var. Yəni əməkdaşlar var, daha sonra planımız da var, yerimiz də var. Avadanlıq hələ ki yoxdur, avadanlıq amma ki biz bilirik artıq əlimizdə yəni vardı, yəni hardan alacağımızı bilirik. Sunmalı bələməsində əlimizdə, yəni sadəcə hər ikisini yeni yerləşmiş, onunla ki inşallah gələn yürütürüzü və sonra görə necə inkişaf edilir yoxsa. İnşallah. Hüseyin, bu mövzunu biz birinci təlimdə nizam vermişdik, o ilk beşliyi. Bu baxımdan atıya sənin vaxtın olduğu ki, hansı ardıcılıqla biz bu işi görməliyik. Yəni, şeylər... O işlə o istərmişdi, yəni bu işə belə bir planım var. Mən belə dedim ki, nə yaxşıyım ki, mən də köməyimdə, yəni plan, yəni ki, mən onu demişim ki, yəni eləsək daha yaxşı olur. Demiş ki, yəni yer var, yəni demiş, sadə bilmiyorum ki, yəni hansında olsun. Restoran ətrafında başqa bir restoran açmaq məncə məqsədə olsun. Bunlar restoran elə bir yerləcək. Orada antar görəndə, yəni mən də ola biləcək. Amma ikinci bir plan olur ki, yəni sübər əlfəsində ancaq hamıya su içmişsə, yapmamışam istəyirlər. Yox, söz yox. Yəni, səndəki bu ilki havaların necə qızmar keçməsi sərinləşdirici, istər marojn olsun, istər sulara olsun, tələbatı su xalqı. Çox sağ ol. Görəyək. Bizim birinci dərsdən, yəni 8 təlimdən ibarətdir bizim dövlətə bu layihəmiz. Birinci mövzudan sonuncu mövzuya qədər bunlar hamısı bir-birinə zəncirvari əlaqədədir. Yəni, bunların birini ayrıca keçib, ikinci mövzuya toxunmamaq və üçüncü mövzuya keçib etməmək mümkünsüzdür. Ona görə də bizim hər bir təlimin adını elan etsək də, yenə də biz digər mövzulara dolayısıyla keçid etməyə məcburuq. Çünki biz qeyd edildiyimiz kimi biznes ideyamız hazırdır, tərtib eləmişik. Bundan sonra 3 variant var və mən istərdim ki, siz öz təkliflərinizi bildirəsiniz. Hazır bir biznes planımız var. Onu işə salmaqdan ötəri 5-ci bənd nə idi? Maliyyə. Bəli. İndi Hüseyin deyir ki, biz atı ilə razılaşmışıq. Bu il sezon keçdiyi üçün, gələn üçün edəcəyik və bunun üçün pulumuz da var. İşə başlamaq üçün başqa imkanlar nədir? Yəni bir işi görməsi pul. Bunu necə əldə etmək olur? Valideyndən alın, ən yaxşı olur. Yox, bunun
deməli biri şəxsi vəsaitdir. Yeni biznesin fəaliyyətə başlaması üçün bir yol şəxsi vəsaitin cəlb olunmasıdır. İkinci yol kreditlərin götürülməsidir. Kreditləri də verən banklardır. Üçüncü hansı yol ağlınıza gələ bilir sizin? Bank. Yoxdur, kreditlər ikinci kreditdir, bank kreditləri. Necə tərəfdarım. Dediyim ki, məsələn, bizdə məsələn, yer məsələn, özümüzün yeridir. Məsələn, orada zaten əməkdaşlar yeridir. Ona görə yəni bizə yeridir. Sağ olun. Üçüncü, bəli, artıq biznesə ortağın tapılması üçün sizin belə bir biznes planınız var. Bu işin bir hissəsini görən komandamız da var, avadanlığımız da var, yerimiz yoxdur. Və yerimiz var, avadanlığımız yoxdur. Bizim xatırlayırsınız, aşağıdan olan tədbir iştirakçımız torpaq sahəsi var, amma əkib becərə bilmir. Deməli, onun əkib becərməsi üçün buna ya kredit lazımdır, şəxsi vəsait yoxdur. Amma torpağı var və bu adamın sərvəti buna xeyir vermir. Çünki ondan verib götürməkdən bəri o sərvətdən səmərəli istifadə etmək lazımdır. Kredit götürə bilmir, şəxsi vəsait yoxdur, qalır üçüncü yol birgə şərikli işin qurulması. Bax, bunun üçün şəxsi pulu, belə deyək də, o qədər də məsləhətləşmirsən, şəxsi pul daha rahatdır. Yer gələndə, ortaq cəlb eləyəndə də ortağa tam detallı hesabat vermirsən. Deyirsən ki, qardaş, bax, yoldaşı gedirsən şəhəri şəhərə və bulvara, deyirsən, hər tərəf restoranlar şəbəkəsidir, amma burada marujna təqdimatı yoxdur. Bu işləri mənə həvalə ediblər, tutalım ki, atamın əsgəri yoldaşıdır, tələbə yoldaşıdır, deyirlər bu işi gör. Mənim də bura, o dediyin havadanlığı alıb gətirəcək qədər pulum yoxdur. Gəl bu işi şərifini görək. Bu adam düzyalı görünüşə inanır və sənə olan etimamından deyir ki, bu qədər vəsaiti mən verirəm, məşğul olam. Yəni, belə tanıdığımız insanlar var da, yəni ki, sizinlə hər birinizin bu və ya digərlərinizdə elə tanışlar var ki, adam var deyir ki, özü bilir ki, onun yaxşı ünsiyyəti yoxdur, əlaqəsi yoxdur, planı yoxdur, amma pulu var. Deyir ki, yaxşı iş görən adam olsaydı, bir dəs pul vardı, şəhərdə iş görərdik. Ən vacibi biznes plan iki səbəbdən lazımdır. Əslində bu bir, hər üç variant üçün lazımdır. Şəxsi vəsaitinlə də biznes qurursansa, bir ortaq taparaq da biznes qurursansa, biznes plan, düzgün tərtib olmuş biznes plan lazımdır. Amma bunu səndən tələb edən əsas tərəf kredit verən təşkilatlardır. Banklar və yaxud da ki, bankı olmayan qeyri-kredit təşkilatı dediyimiz qurumlar. Onlar səndən istədiyi budur ki, sənin biznes planın nə dərəcədə əsaslandırılmış biznes plandır. Və o biznes planın alt bəndləri olur. İdeyanın təqdimatı, bazarın marketingi, sənin qurduğun biznesin risklər tərəfi, məhsulun keyfiyyəti ilə bağlı olan məsələ. Tutam ki, belə deyək də, iki cür avadanlıq var. Mən misal üçün birini deyim, 10 il bundan əvvəl təxminən Bakıda Çinlilər küçə ticarətini məşğul edir. Küçə ticarəti, koltuklarında sumkaları, küçələrdə gəlişirdilər, yüzgün minbir xırdavat məhsulları satırdılar. Nərmanov metrosu ətrafında oturub çay içirdik. Yaxınlaşdı bir dənə Çinli, dərin əşyalar göstərdi. Bir yerdə oturduğumuz yoldaş bundan çox elə bir danışdırdı, o neçə satırsan, o neçə satırsan. Mənim sözüm asıl biraz rəhmim gəldi, belə deyək. Gördüm, bunun əlində bir saç qırxan aparatı var. 20 manatdan 5 manata düşdü. Allah sizin də canlı sağ eləsin, övladı olanların övladına canlı sağ eləsin. Mənim 2 oğlum var bu vaxtı. İndi də işidir, amma üçüncü də qızım var. Amma o vaxt iki qardaş edirlər. Fikirləşdim ki, bunların birini bir dəfə mən saç susasını aparanda 3 manatdan 6 manat verirəm. Bu aparatı 5 manata satırsa, mənim bir dəfə uşaqların saçını bağlı 1 manat mənə irəli satır. Mən 5 manat verdim, o saç qırxan aparatı aldım. Gəldim evdə, balaca uşağın saçını qırxanda gördüm ki, başının çiynlərin arasına soğur. Soruşum ki, nə var? Görüm, ağrıyır.
2 dəfə bunun elə irəli geri getməsi o aparatın qızı-qızmaqla da artıq əyir. Yəni, söhbəti nədən gətirirlər? Məhsulun keyfiyyətli olub-olmaması. Mən Çin məhsulu yox, alsaydım Alman məhsulu, yəni ki, 2 dəfə yox, 20 dəfə kullanıcısını qıtardım, amma təbii ki, 5 manata yox, onu alardım 100 manata, 150 manata. Necə ki, indi getdiyimiz normal bərbərlərdə həmən aparatların dediyimiz keyfiyyətli versiyalar var. Bax, bu baxımından istehsal olunan məhsulunda bazar alıcısı üçün o məhsulun keyfiyyət məsələsi çox önəmlidir. Və bəyətdən sadaladığınız, sənin bunu istehsal etmək üçün yerin varmı, yer şəxsidirmi, icarəyə götürəcəksənmi, yoxsa aldığın kreditin hesabına həm də sən orada bir tikinti işlər aparacaqsanmı, yoxsa avadanlıq üçün götürsənmi krediti və bir daha işçi heyəti üçün əmək haqqı hesablanmalıdır. Götürülən kreditdən əmək haqqı verirsən, əmək haqqı götürülən kreditin nə qədər hissəsini təşkil edir. Bax, bütün bu detalları sahibkarlığa yeni başlayan şəxsdən soruşan bir dənə bankdır. Bank və bank orada kredit təşkilatı. Amma bu ilk növbədə birinci sahibkarın özünə lazımdır. Başlayaq, nə olar? Bax, bu düşüncə ilə biznes fəaliyyətə başlayan şəxs əmin olsun ki, o elə bir özünü və əlindəki 5 manat, 3 manat pulunu böyük risk atır. Risk də bir sahibkarlıqda. Bəli. Risk də iqtisadiyyatda sahibkarlıqda. Hansı iqtisadiyyat? Deyirəm, risk də özü bir iqtisadiyyatda. Riskin özü, yox, risk iqtisadiyyat deyil. Risk iqtisadiyyatda, yəni bütün fəaliyyətlərdə risk var. Uşaq hazırlaşır universitetə qəbul olmağa, yüksək hazırlaşmır və müəllim zəif olur, başqa səbəblər, bunların hamısı da riskli. İndi biz görürük də bir il universitetdə sənət verənlərin sayı 50 min olur, amma qəbul olanların sayı 25-30 min. Demək ki, onun yarısı da risk elədə alınmadı. Bu baxımdan risk özü iqtisadiyyatda yox, risk özü həyatın bütün sahələrində var. Biz ova gedirik, ov ovlamağa, hava dumanlı olur, ov ovlaya bilmirik, bunun özü bir riskdir. Yəni, havanın dumanlı olmamasının məsələsi. Və ya biz hazırlaşırıq, meşəyə gəzintiyə gedək, gedirik meşəyə çatanda yanlış yağır, üstə çıxa bilmirik. Yəni, risklər bu baxımdan insan fəaliyyətinin bütün sahələrində özünü göstərə bilir. Yəni, risk iqtisadiyyatdır, bu bəlkə qəbul edə bilərsiniz. Amma qeyd elədiyim kimi, o təkcə iqtisadiyyatda şamil olmur da, hər bir fəaliyyətin içərisində riski var. Gəlmişik, biz bunu deyirik, eləmi? İşıqlar sönə bilər, çöldə buranı asfaltlaya bilərlər, səsdən küydən otura bilmərik. Bunun özü bir riskdir. Yəni, bunların hamısı təhsil iqtisadiyyatla bağlı deyil. Amma iqtisadiyyatın özünün də, yeni biznesinin də qeyd elədiyimiz kimi riskli tərəfləri var. Şəhərdə Əhməd Rəcəbli küçəsi, Nərmanov tərəfdə. Orada Şəkil restoranı vardı, çox məşhur. İndi orada tikinti yeri yox idi. Dünən orada yaxşı pul qazanan adamlar indi olub şəhərin ən ucqar yeri. Orada nə dönər, orada nə marojna aparatı, nə içməli su. Heç nə mümkün deyil, çünki ərazi tikinti meydançasına çevirir. Yəni, oradakı biznes üçün bu böyük bir risk yaratdı. Və Keşlə balıq bazarı vardı, ətrafında xeyli obyektlər vardı. Yəni, birbaşa balıq biznesinə dəxli olmayan. Bazarın oradan köçməsindən həmən obyektlər hamısı indi iflas etmiş vəziyyətlər. Amma bu risklər force major risklər deyirlər buna. Yəni, orada çayxana açan adam bir il bundan qabaq fikirləşirdi ki, Keşlə balıq bazarı 50 ildir mövzudur. Bir də var ki, sən belə deyək də, o riskləri hesablamadan başlayırsan fəaliyyətə, sən də yeni bizneslə məşğul olmaq üçün. Və həmən o risklər səni sərmayəni batırır. Sərmayənin batması həm də gənc sahibkar üçün, yeni sahibkar fəaliyyətdən başlayan üçün bir moral məsələsidir. Necə ki, yol qəzasında avariya düşən adamın gözlərinin tutulması, oğlunun və əyağının sınqırılması. Adam sağlandan sonra bir müddət gözünü açmaq istəyəndir, qorxudan.
psixoloji əsasını keçirdə, yaxud durub yermək istəmir ki, ayaqlarının üzərində dura bilməsin. Bax, sahibkarlıq fəaliyyəti, buna ümumiyyətlə travma deyirlər. Tibbdə, psixologiyada buna travma deyirlər. Yəni, sahibkarın da aldığı travma onun həmin o riskləri düzgün hesablamadığına görə, düzgün biznes plan tərtib etmədiyinə görə başladığı fəaliyyətin buna səbəb olması onda travma yaradacaq. Məndən sahibkar zadlarının olması. Mən elə geldim birinin əlinin altında işləyim, ya mütəxəssis kimi, ya fəhlə kimi, ya yenə də belə deyək, hansısa formada başqaları üçün çalışır. Amma sahibkarlıq fəaliyyəti, sahibkarlığın insana verdiyi motivasiyalar nədir? Bax, bu barədə fikriniz nədir? Niyə sahibkar olmalı istəyirsiniz? Biri bağlı ki, müəyyən əlilliklər aydın üstəlik məsələdə Azərbaycanın ən aşağı maaşı. Başqasının əlinin altında işləməyin. Sonra? Öz işimin ucuzsu olunda, şirkətlər. Öz işimi durun. Sonra nə vaxt istəyirəm, rahat olun da, yəni belə deyim. İşdə sizdən başqa işçi yoxdursa, nə vaxtsa gəlin gedin, bu sizin biznesinizə təsir edir. İşdə məndən başqa işçi yoxdursa, iş online edəyəm. Böhrəxananı olan işlətmək. Böhrəxanda necə bir nəfər işləsin? Yox. Mən sual verəndə, yəni sizin işə nə vaxt gəlib gedirən sözünə... Mən böhrəxana açmayacam. Yox, vaxt siz açmaq istəyirdiniz parfumeriyana, orada... Minimum 15 nəfər lazımdır. Barmeni var bunun, satıcısı var bunun. Siz işə getmirsiniz. Yox, qazandığı pulun hamısını işlərə vermək istəyirəm. Siz dediyiniz iş prinsipi kiçik biznesi yox, orta və böyük bir biznes üçündür ki, artıq orada icraçı direktor təyin edirsiniz, digər səlahiyyətli menecerlər təyin edirsiniz, onlar işi sizin yerinizə aparır. Və siz də belə deyək də sənədlərin üzərindən, elektron dövriyyən üzərindən biznesinizin yol xəritəsini və belə deyək, yuxarıdan gedişatını izləyirsiniz, o rəqəmlər sizə deyir ki, sizin biznes inşaata doğru gedir, yoxsa yerində sayır və artıq geriləmə baş verir. Amma yeni başlayır, biz hardan danışırıq? Yeni başlayanlar üçün. Kiçik biznes üçün ki, biznesdə birinci dediyiniz vaxtlar və ikinci öz biznesini qurub, kimlə əlatını işləməyim. Başqa fikri olan var. Baxın, dostlar, hər iki yanaşmaq doğrudur, amma biraz egoist yanaşmadır. Mən öz biznesimi qururam. Hüseynə də hər gün bir yerdə işləyir Hüseynlə. Hüseynin yanında hər gün deyirəm ki, mən 10 min altında işləm vaxtını duyurum. Hüseyin ağladadır, güləşir ki, mən niyə onda bu taleyin əlinin altında işləyim? Mən də girmə öz işim durumda. Yəni, bu cürə motivasiya eləmək, işçini özündən qaçırmaqdır. Qaza gətirməkdir. Yox, elə bir, əslində yanındakını sən biraz bundan aşağılamış olursan. Və yenə də Hüseynin argumenti olsun. Qardaş, öz işimi görmək istəyirəm. Mən də Hüseynin əlinin altında işləyirəm. Görün ki, dönər hazırlayıb satmaq məmsi oldu 2-2. Deyəm də, Hüseyin üçün işləyirəm. Gedirəm, maşına kredit götürəcəyəm. Özümün dönər aparatması yox, özüm üçün işləyəcəm. Amma sahibkarlıq fəaliyyəti nələr üçün lazımdır ki, komandanı motivasiya edə bilərsən, ətraf üçün daha müsbət enerji verəsən. Mən bu biznesi qurmaqla maliyyət dayanıqlığımı, sabit gəlirimi həll eləmək istəyirəm. Onun yanındakı işçi də görüşür ki, bəli, elə bunun işindən mənim də maliyyət dayanıqlığım yaranır, mənim də sabit gəlirim formalaşır. Eyni zamanda cəmiyyətə tövbə vermək istəyirik. Öz xidmətimizlə. Əslində, sizin dedikləriniz də bu içində getdi. Sadəcə, onların öncədən demək, özünüz haqqında, biznesiniz haqqında negatiflərin yaratılmasıdır. Ətraf sizin haqqınızda, deyil, mən Hüseyinlə gedirəm ağlam, gedirəm ofisindən ağlam. Bax, eyni sözü, əli deyir ki, mən heç kəsin əlinin altında işləmək istəmirəm, mən öz biznesimi qurmaq istəyirəm. Vəli deyir ki, bizim niyyətimiz budur ki, sabit bir gəlir yerimiz olsun və biz məhəllənin uşaqlarına
keyfiyyətli dönər təqdim edir. Yəni, çiğ olmasın, köhnəlmiş ətlər olmasın, nə bilim, digər zərərli tərəfləri olmasın. Həmçə istəyir ki, gedib 50-dən yoxa, 50-dən alın. Küçədə 2 nəfər meyvə satır. Birinin böyrü var, birinin yoxu. Onlardan hansı sahibkar? İkisi de yemişdir. Verirsiniz, rahatsız verirsiniz, yəni görürüz. Məsələn, bir anda ki, gəl verirsiniz, eşəsiniz, bir müddətdə sonra artıq gəl bağlılar, verirsiniz, rahatsız. Həmin adama, biraz quruludur ifadəsində, adiyyətli qurumlar, yüksək ticarətinə qədara quran şəxslər çoxlarısına müdaxilə edebilir ki, yürüşdür bunu. Amma müəyyən olan şəxsi yerlə müqaviləsi olur, dövlətə ödənişləri olur və s. olur deyil, onun sahibkarlıq bu deməkdir. Ya fiziki şəxs kimi vergi orqanlarına qeydiyyatını keçirsən, ya da hüquqi şəxs kimi sən sahibkarlıq subyekti olsan, müəyyən olmadan küçədən alver edən adam bankaya yaxınlaşıb desə ki, mənim gündəlik 100 manat qazancım var, mən istəyirəm evimə kondisioner alınmır, xaladet alınmır, temizir alınmır, mənə 1500 manat kredit verir. Normalda bank ona o krediti verməməlidir. Çünki gündə qazandığım 100 manatı o sənədlərini təqdim edə bilmir. Əks halda bu şəxs sahibkar sayılmır. Sahibkar sayılmadığına görə, bax, Hüseyin deyir, ata ilə belə bir iş görəcəyik. Ola desin ki, onlar onu öz markası altında eləməsinlər. Həmən restoran şəbəkələrinin içərisində eləsinlər. Bu mümkündür. Amma küçədə... Elə bir ki, bilsinlərdə, həm özlərini xeyr gətirmək istəyirlər, həm də ki, bizə görə onları məsələn marujluq falan satmırlar. Orada gələn hansısa bir turist, yox da nəsə bir müştəri görəcək ki, buradan ulaşan görəcək o restoranlar və çıxartmaq. Yox, bu o restoranlar üçün də sərfəlidir. Siz adı o restoranların partnyorları sayılırsınız. Yəni, iqtisadi dillə, iqtisadi terminində partnyorları sayılırsınız və onlar öz müştəri məmnunluğunu artırmaqdan ötəri yan xidmətlərini üçüncü tərəfə satırlar, üçüncü tərəfə həvalə edirlər ki, bunlar böyük. Tutanım, getmirsən bir restoranda yeməkdir, hazır olana qədər desən bir marojnu yiyir. Marojnu istəyirsən, belki bizdə marojnu olur. Görürsən ki, üzbəz obyektlər oturanlar marojnu yiyir. Sonra deyir ki, onlar marojnu satmır. Sən niyə satmırsan? Oradakı da satmır. Onun partnör işlədiyi fiziki şəxsini, hüquqi şəxsini gətir oradan aparatını qoyubdur, əməkdaşını qoyubdur, orada marujna satılır. Bu durup ki, oradan alıb gələ bilər. Amma bu restoranın aksiyant dediğimiz xidmətçisi gedib o biri restoranın yanındakindən alıb gətirir. Yalnız şəxsi münasibət zəminində gedə bilər və onu da onun administratoru görsə cəzalandıra bilər ki, sən iş vaxtı Hüseyin ortasına nə işin var? Amma həmən restoran o funksiyonu ona həvalə edəndə burada heç bir problem olmur. Artıq onun xidmətlərinin tərkibinə qatılmış olur. Bu baxımından biznes ideyasının biznes plana çevrilməsi üçün hökmən o biznes plan yazılmalıdır və bu biznes planının da hazırlıq olması ilk növbədə son zamanların dəbdə olan bir yaxşı sözü var. Yol xəritəsi. Bax, o biznes plan istəyir sahibkarın özü üçün, istəyir o kredit götürərkən, kredit götürdüyü bank və ya qeyri bank kredit təşkilatı üçün onun biznesinin yol xəritəsidir. Onun harada, hansı məhsulu istehsal etməsindən tutmuş, hansı həcmdə, hansı keyfiyyətdə məhsul istehsal edəcəyinə qədər, hansı dövrlərdə nə qədər gəlir əldə edəcəyinə qədər və sonda yekunda bu müəssisənin gəlirlə işləyən müəssisə olmadığını bilmək baxımından. Buna görə də sahibkarlıq fəaliyyətinə xüsusən yeni başlayan hər bir istər hüquqi şəxs yaratmaqla, istər hüquqi şəxs yaratmadan məşğul olmaq istəyən şəxsin özünün biznes planı olmalıdır. Mən istədim ki, müzakirənin bu yerində sizin fikirlərinizi alaq. Bax, siz tutalım ki, bizneslə məşğul olmaq istəsəniz, öz işinizi necə qurardınız? Fikriniz var? Siz... Instagram üstündə
Xaricdən mallar vurub burada satılır. Online biznesdir, yer gəlmişəm, ona da toxunarıq. Shopping xidmətləri də olar. Sonra mən öz arzum var, Bəli. dizaynla məşğul olmam. Dizaynla məşğul olsam, onu necə biznesa çevirərəm? Məsələn, portret çəkirəm, portreləri kim istəsə, mən şəxsi DM-dən yazım. Birinci, Instagramda bio hissəsini doldurmaqdır. Sonra ləzəmatlar almaqdır, yəni büdcə qoyub onları almalıyam. Məsələn, işığıdır, qəşəng çəkməliyəm ki, Instagramda onlar baxışarasında. Sonra... Adınız necə olur? Güllü. Gülü xanım, çox sağ olun. Auditoriya aktiv olanda, yəni təlimçi üstündə daha rahat olur və özünü şərhləndirə bilir. Və sizin toxunduqlarınız biznesin reklam və PR tərəfidir. Amma iş elə gətirir ki, sizin fəaliyyətinizin özü elə reklam və PR işidir. Bu çox yaxşıdır. Online biznesin özünüzə... Bəli? Mən özümü vergi iş oxuyuram, sahibkarlıq keçmişəm. Çox gözəl. Yəni, danışınızdan hiss olunur ki, bu sayədə məlumatlısınız. Amma online biznesin özü, dostlar, biznesin demək olar ki, duplikatıdır. Yəni, A'dan Z'yə, istəyirkən təsəvvürdə, bax, eşitmişsiniz də dünyanın ən böyük, həm gerçəkdən böyük şirkətidir, həm də online biznes şirkətidir, Amazon. Yox, yəni temanın özü də güclüdür, AliExpress-dir, Alibaba.com-dur, yəni Türkiyənin Trendyol şirkətləridir. Temada Trendyol kimi olacaq axırda? Çünki Trendyol əvvəllər Trendyol qiymətlər aşağı idi, Temu kimi. Amma cəlb olunurdu ora, indi qiymətlər qaldı. Temuda da indi hamı orada. Ümumiyyətlə, o biznesin bir növ yanaşmasında birinci müştəri zəndikməkdən ötəri təşviq etmədir. Amma bunu qeyd elədiyim kimi, hətta bizim ölkəmizdə Amazonun özünün qrupları var, kursları var ki, bu o qədər geniş biznesi ki, bizim xatırlayıram 2020-ci ildə müharibə olan ili bizim elə bir layihəmiz vardı, online bizneslə bağlı bir təlim idi. Bu mövzuları biz orada ilk dəfə, mən özüm, bizim başqa ekspertimiz var, qısası ekspertimiz. O zaman eşitmişdim ki, shopping xidmət sahəsi var ki, Avstraliyada tutalım ki, telefon satan bir şirkətin məhsullarını sən çox rahatlıqla Kanadadan olan müştəriyə sata bilirsən. Sadəcə olaraq aradakı o shopping fəaliyyətini düzgün təşkil etmək. Yəni, orada belə deyək də, bizim bu yay Azərbaycanda Nərman oldu, 3-4 mağazaya daxil oldu. Bizdə ən böyük fləşkə nə qədərdir bazarda? Fləşkələr olur. Fləşka? Hə, bəli. Yəni, nə qədər? 1 terabayt, 2 terabayt. Yox, var, Bakıda var mı? Mən qardaşım. 512. 512'den çok yok. Kart var 1 terabayt. Yox, deməli mən bizim uşaqlar vurmuşdu 2 terabaytlıq. Sizin dediyiniz kimi, mən o sualı ona görə verirəm, Bakıda sırf bu işin otoboyla da məşğul olan, pərakəndə satışı ilə məşğul olan elə mağazalara getdik, deyirlər ki, bizdə ən böyük olan 256 və 512-dir ki, onun da alıcısı azdır, ona görə onu çoxdur. Mən 2 terabayt deyəndə deyirlər ki, yox, bu hard diskdir. Çıxartdım, göstərdim fləşkəni. Deyirlər, yox, burada belə bir şey yoxdur. Yəni, biz onu gətirən bizim öz yaxınlarımız istəyirlər ki, Bakı bazarında onun təxmini qiymətini bilsinlər. Söhbət ondan gedilir. Yəni, o deyirəm, Avstraliyadan Kanadaya məsul. Bazarın özünün, yəni online bazarın özünün konjunkturası elədir ki, oradan verilən sifarişi kimsə, haddasa onun belə deyək, kim nə görür ki, harada nə olur? Qeydiyyat prosedurları o qədər sağlamdır ki, yəni o, hətta məhsulda müəyyən defektlər aşkar olunanda lazımla geri qaytarıb, onu da geri istəyə bilirsən. Yəni, online biznes bu dərəcədə rahatdır. Amma o dediyiniz Instagram səhifəsi olsun, Facebook səhifəsi olsun, TikTok səhifəsi olsun, bunlar reklam və dövlətə PR baxımından da siz dönərxana verdiğinizi də paylaşım edə bilərsiniz. Diqqət edirsiniz, Bakıda təzə məhsullar gətirirlər, 1001 xırdavat.
səhifələri var ki, ünvan filan yerdə telefon əlaqəsini belə saxlaya bilərsiniz, metro yaxlarına çatdırmaq pulsuzdur, rayonlara da çatdırmaq xidmətiniz var və s. Bəli? Kampanyalar, endirimlər Yəni demək istədiyim odur ki, sualınıza görə mən təşəkkür edirəm bir daha sizə ki, bax, biznesin bu artıq yeni başlamaq üçün deyil, başlayanlar üçündür ki, ən vacib olan sahələrindən biri PR üçün, görürsünüz, böyük şirkətlər, Coca-Cola, Fanta, reklamları, hələ küçələrdəki reklamlarını, sosial şəbəkələrdəki reklamları bir yana, televiziyada milyonlarla vəsat xərcləyib reklam çəkirlər. Fikirləşirsən ki, əşi, onsuz da hamı gedib kola var, Fanta alır da, bunun reklamına nə ehtiyac var? Amma ehtiyac var. Çünki insan gördükcə daha çox istək, həvəs yaranır və o istək, həvəs onu həmin məhsula və ya xidmətlərə motivasiya edir. Yəni, bax, bu baxımdan çox doğru fikirləşirsiniz, doğru yanaşırsınız ki, siz biznesinizi qursadınız, bu işi görərsiniz. Başqa biznesi qurmaq istəyən, hansı işlər görmək istəyər? Bir də orada yaş təbəqəsinə baxmaq lazımdır. Alıcı kontingenti bu ayrı şeydir, onu da seçirsiniz. Siz reklamda deyirsiniz onu, yoxsa məhsulunuzda? Məhsulda. Bax, belə deyək də, məhsulda da keçir var, fərq var. İndi biz bugünkü təlimdə daha çox dönərin üzərindən danışdıq. Dönərin alıcısı Yaş təbəqəsinə aid yoxdur. Yaş, cins, dil və s. yoxdur. Amma mənim dediyim var da. Yəni, o baxımdan deyirəm ki, bəzi məhsullar var ki, orada yaş fərqi də var, cins fərqi də var, region fərqi də var. Hətta sosial təbəqə fərqi də var. Tutan ki, geyim tərzləri var ki, dini geyim tərzlərini hər kəs almır. Və yaxud elə geyim tərzi var ki, onu da hamı almır. Bax, bu baxımdan orası da olur. Temuda daha çox, mən baxmışım, Temuda həmçin trend yoxdur. Çox qərib məsələn reklamlar, çap məsələn qoyulur orada, deyir məsələn kuponlar yazılır, orada 200 manatlıq, 300 manatlıq kuponlar. Elə eləyir ki, həmin zaman o kuponu götürür, işlər məsələn temimə girəndə elə bilir ki, burada olsun, kuponda olsun. Axırda məsələn kuponu məsələn səndən sonra artıq 400 manatlıq kupon çıxır. Bir orada minimum 30 manatlıq məhsul almalısan ki, məsələn kuponu sən əldə edə bilərsən də. Alırsan, aldıqdan sonra məhsul kuponu artıq verirsən, amma kuponu sana birdən vermir, yəni 400 manatlıq. Məsələn, orada sən artıq deyir ki, əvvəldə reklamda yazır ki, 400 manat kupon, amma izahatını vermir. Amma alandan sonra məhsulu yazır ki, yəni məsələn, bir də 5 manat, 10 manat, 20 manat, 50 manat, 100 manat, 200 manat hissələr bölür onu. Məsələn, 100 manat məhsul alsan, 200 manat edir kupondan çıxır, onun 200 manat çıxır. Sonra ki, 10 manat məhsul alsan, 5 manatdan çıxır edir kupondan. Məsələn, 20 alsan, ondan çıxır. Təbii ki, bax, burada iki məsələni biz bir-birindən ayırmalıyıq. Adi, real, offline həyatda olduğu kimi, online, elektron aləmdə də real, dürüst bizneslə məşğul olan insanlar kimi işbazlar da var, fırıldaqçılar da var. O dediyiniz iki türdür. Biri, hər ikisindən də peşəkarlar məşğul. Bax, Hüseyin, bunu yadına çatma. Saxta olan profillər yaradanlar da peşəkarlardır. Kəndinin ikinci hissəsi var. Bəli. Siz sən reklam çıxar. Hə, yekunlaşır reklam. Hə. Deməli, Yaşanan formasında olur. hə, gəlin orada davam edərik. Problem deyil. Hə, ikincisi isə o dediyim temaya gəlirlər. Onu da ağıllı menecerlər hazırlayır ki, biz məhsulumuzu necə sata bilərik. Öncədən qarşı tərəfdə maddi maraq yaratmaqla müəyyənləşdiririk ki, bu hissədə sizə 400 manat güzəştə veririk, amma 400 manat sesiyə gedir. Bayağı mənim dediyimə gəldi də bu indirim kuponlar dedimə. Bəli. Əlbəttə ki, odur. Bəs mən ona görə dedim ki, onu biznesi bilənlər həll edir ki, məhsulunu necə satır. Əvvəlcədən bizə 400 manat kupon verməklə bizi işinlikləndirir ki, biz o 400 manat kuponumuzu xərcləməkdən ötəri həmən vəsaitdən istifadə edir. Sağ tərəfdən yazırsınız, zəif tərəf. Altta yazırsınız imkanlar, ama bizdə ne bu? Böyle bir şey. Risklər. Riskler. Zəif tərəf. Güclü tərəf, zəif tərəf ondan. Güclü tərəfin altından imkanlarınızı yazırsınız, zəif tərəfin altından risklər.